Və aleykumussalam və rəhmətullahi və bərəkət. Və sonra qardaş soruşur ki, yəni bir qardaş bir yaxın adamı qohmudur, nə etsə, yəni xəstəxanada olanda qardaş deyib ki, inşallah çıxanda qurban kəsəcəm. Elə olub ki, o çıxmayıb və orada dünyasını dəyişib. Yəni bu qardaş qurban kəsməlidir ya yox. Əlbəttə ki, yəni qardaşın birincisi belə nəzir etməsi, belə əhd etməsi doğru deyil. Bu şərt qurbanı sayılır. Şərt qurbanı. Yəni inşallah çıxsa kəsəcəm. Çıxmasa kəsməyəcəm. Yəni belə çıxır sözdən. Əslində, yəni insan içindən gəlirsə belə əməl etmək, gözləsən həmin vaxtı, əgər çıxsaydı, bismillah kəsərdi. Yəni niyyət etmədən, nəzir etmədən. Deyək ki, məsələn, gördün ki, filan kəs çıxdı, gətirdin, bismillah kəsdin. Yəni, amma belə nəzir etmək doğru deyil əslində. Əgər insan nəzir edibsə, deyibsə ki, bəs filan kəs çıxsa, qurban kəsəcəm, artıq bu Allah Subhanahu taala əhd verib və Allah Subhanahu taala buyurur ki, əhdlərinizə qarşı da sadiq olun. Əhdlərinizə verdiyiniz əhdlərə sadiq olun və insan əhdlərindən soruşulacaq. İnsan verdiyi əhdlərə görə soruşulacaq. Ona görə də əhdinə sadiq olsun. Hətta o xəstəxanadan çıxmasa belə insan o əhdinə sadiq olsun və nəzir etdiyi qurbanı kəssin. İmkan olanda kəssin mütləq. Allah belə daha doğrusun.